Bum! Barın içində hər şey bir saniyəyə sustu. Arda yerə yıxıldı, stəkan əlindən düşdü və yerə çırpıldı. Qırıq şüşə səslərini hər kəs eşitdi. Viktor ayaq üstə dayanmışdı, yumruğu hələ də sıxılmışdı. Nəfəsi ağır idi, gözləri dərin bir qaranlığa bürünmüşdü. O nə etdiyini indi dərk edirdi. Arda yerə baxaraq üzünü ovuşdurdu, dodağından qan süzülürdü. O yavaş-yavaş ayağa qalxdı. Gözlərində həm qəzəb, həm də təəccüb vardı. Sən nə elədiyini bilirsən, Viktor? Viktor susdu. O sadəcə nəfəs alırdı. Dostları araya girdi. Yetər, burada dava etməyin. Arda gözlərini qırpdı. Sanki bu hadisəyə inana bilmirdi. Sadəcə zarafat edirdim. Sadəcə bir mahnı oxuyurdum. Viktorun gözləri bir anlıq yumşaldı. O yumruğunu boşaltdı, amma içində hələ də alov vardı. Bəzi insanlar zarafatı üçün deyil, Arda. Bu sözlər barın sükutunu çırpıldı. Arda başını yellədi. Viktorun gözlərinə baxdı, amma artıq orada heç bir izahat tapmadı. O nə isə demək istədi, amma sonra sustu. Viktor isə artıq orada qala bilməzdi. O stulunu itələyərək ayağa qalxdı. Pencəyini götürdü və heç kimə baxmadan bardan çıxdı. Soyuq hava üzünə çırpıldı, amma içindəki od sönmürdü. O özünü itirmişdi, amma bəlkə də o özünü çoxdan itirmişdi. Gecə şəhərin küçələrinə sükut çöktürmüşdü. Viktorun nəfəsi ağır idi. Qaranlıq onun üzərinə çökürdü. Yumruğu hələ də sıxılmışdı. Amma indi o təkcə Ardanın sifətinə vurduğu yumruğun ağrısını hiss etmirdi. Əlini şüşəyə çırpdıqda yaranan dərin kəsiyi də hiss edirdi. Qan parmaqlarından süzülürdü. İsti, yapışqan və dayanmadan axan. Ayaqları ona yenə Alyanın evinə aparmışdı. O burada olmalı idi. Viktor dərindən nəfəs aldı və qapını döydü. Bir neçə saniyə keçdi. Sonra içəridən addım səsləri gəldi. Qapı açıldı. Alya qapının arxasında dayanmışdı. Onun gözləri Viktoru gördükdə əvvəlcə bir anlıq dondu. Sonra baxışları sorğu dolu oldu. Viktor cavab vermədi. O sadəcə gözlərini Alyaya dikmişdi. Amma bu baxışlar qəribə idi. Sanki nəyisə gizlətməyə çalışırdı. Sanki qaranlığın içində itib qalmışdı. Alya bir addım atdı və elə o anda Viktorun əlindəki qanı gördü. Onun ürəyi titrədi. Sənin əlin? Alya tez onun qolundan yapışdı. Əlləri titrəyirdi. Viktor, nə olub sənə? Səsi titrədi. Gözlərində həm qəzəb, həm qorxu vardı. Viktor dodaqlarını sıxdı, amma yenə də sustu. Cavab ver, niyə qan içindəsən? Alya gözlərini onun barmaqlarına dişdi. Yaralar dərin idi. Qan hələ də axırdı. O yenə özünə zərər vermişdi. Yenə qəzəbini özü ilə bölüşmüşdü. Viktor nəhayət sakit, yorğun bir səslə pıçıldadı. Mən şüşəyə vurdum. Alya gözlərini yumub nəfəsini bərk aldı. Nə? O gözlərini açdıqda içindəki fırtına artıq dayanmazdı. Sən yenə özünü itirdin, elə deyil? Yenə başqasını vurmaqla qurtula bilmədin. Ona görə şüşəyə əl atdın. Düzdür, sən niyə belə edirsən, Viktor? Viktor sustu. Alya içində yığılan hər şey bir anda üzünə çırpırdı. Sən həmişə belə edirsən. Qəzəbin səni yeyib bitirir. Sən isə ona imkan verirsən. Mən sənin yanında olmaq istəyirəm, Viktor. Mən sənin içindəki qaranlıqdan qorxmuram. Amma sən mənə niyə həmişə uzaqlaşdırırsan? Alya dayandı. Nəfəsi titrəyirdi. O gözlərində yaş hiss edirdi. Viktor ona baxdı. Onun gözlərində qırılmış bir şey vardı. Və bu qırıq parçalar indi onu kəsirdi. O birdən bir addım atdı və heç bir xəbərdarlıq etmədən Alyanın dodaqlarından öpdü. Alya diksindi. Amma Viktorun əlləri onun belindən tutub onu özünü daha da yaxınlaşdırdı. Bu öpüş təkcə ehtiras deyildi. Bu yanmaq idi, bu boğulmaq idi, bu susqunluq idi. Alya nəfəsini sıxaraq onun üzünə baxdı. Nədən? Viktor gözlərini yumdu. Sənin məni buraxacağından. Alya dərindən nəfəs aldı və əlini Viktorun üzünə qoydu. Onun dodaqları qızarmış, gözləri qaranlıq idi. Sən həmişə mənim yanımda qalmağa layiqsən, Viktor, həmişə. Viktor gözlərini açdı və bu dəfə onu daha dərindən, daha ehtiraslı öpdü. Bu təkcə ehtiras deyildi, bu var olmaq idi, bu qurtuluş idi. Alya gözlərini açdıqda yatağın digər tərəfi boş idi.
O başını qaldırıb otağa baxdı. Viktor yox idi. Ayağa qalxıb yatağın kənarında bir neçə saniyə oturdu. Hiss edirdi. Bu sadəcə adi bir yoxluq değildi. Bu onun içindəki boşluğun əks sədası idi. Yavaş addımlarla qonaq otağına keçdi. Orada qaranlığı içində tək bir lampa işığında Viktor sakitcə oturmuşdu. Gözləri bir nöqtəyə dikilmişdi. Sanki heç nə görmürdü. O burada idi, amma eyni zamanda burada değildi. Gecənin soyuqluğu içərini doldururdu. O gülümsəmirdi. O əvvəllər gülən adam idi. Ən azından Alyanın tanıdığı Viktor. Amma indi o sadəcə ağrının içində oturmuşdu. Alya heç nə demədi. Səssizlik hər şeyə artıq danışmışdı. Alya bir neçə gün boyunca Viktorun keçmişi haqqında məlumat toplamağa çalışdı. O bu qırılmış insan parçalarını bir araya gətirmək istəyirdi. Əvvəlcə Viktorun köhnə dostlarını tapmağa çalışdı. Sonda şəhərdəki idman salonunda onun keçmiş məşqçilərindən biri ilə danışmaq fürsəti oldu. Viktor yaşlı məşqçi bir anlıq susdu. Onun gözlərində tanış bir kədər vardı. Bəli, o inanılmaz döyüşçü idi. Amma bir gün hər şey dəyişdi. Alya nəfəsini sıxdı. Nə baş verdi? Məşqçi biraz tərəddüd etdi. Amma sonra dərindən nəfəs alıb davam etdi. O dostu əli ilə birlikdə döyüşürdü. Onlar hər zaman eyni ringdə idilər. Hər ikisi inanılmaz güclü idilər. Sonra bir turnirdə qarşılaşmalı oldular. Əli ona ağır bir zərbə indirdi. Viktor bir anlıq dayandı. Amma sonra o qəzəbinə məğlub oldu. Alyanın ürəyi sürətlə döyünməyə başladı. O nə etdi? Əli döyüşü dayandırmaq istəyirdi, amma Viktor onu saxlamadı, onu qırdı. Necə yəni? O əlini yerdən qaldırıb qolunu qırdı. Döyüşü dayandırdılar. Hamı şok içində idi. Hətta Viktor özü də. Amma o an o artıq fərqli biri idi. Alya nəfəsini tutdu. Bu sadəcə qəzəb deyil. Bu nə isə daha dərin idi. Bəs sonra? Sonra həkimlər ona yoxladılar və onun bipolar pozuntusu olduğunu dedilər. Alyanın dodaqları titrədi. Bipolar? Onu terapiya təklif etdilər. Amma o heç vaxt tam qəbul etmədi. Sadəcə yox oldu. Alya uzun müddət sustu. Bu onun Viktor haqqında bilmədiyi ən qaranlıq həqiqət idi. Alya bipoların nə olduğunu tam anlamırdı. O bir psixiatrla danışmaq qərarına gəldi. Bipolar pozuntu nədir? Alyanın səsi titrəyirdi. Həkim diqqətlə ona baxdı. Bu insanın duyğularını idarə edə bilmədiyi bir xəstəlikdir. İnsan bir gün həddindən artıq enerji və xoşbəxt ola bilər. Başqa bir gün isə dərin depressiyaya qapılır. Qəzəb, kədər, hətta aqressiya. Hamısı nəzarətsiz şəkildə dəyişir. Bu sağalır, həkim başını buladı. Bu ömür boyu insanın bir hissəsi olaraq qalar. Amma düzgün müalicə və dəstək olsa idarə edilə bilər. Alya dərindən nəfəs aldı. O indi hər şey başa düşürdü. Viktor həmişə bir gün gülür, bir gün susurdu. Onun ağrısı nəinki qəlbində, beynində də həkk olunmuşdu və bu həqiqət onu sarsıtdı. Alya tez ayağa qalxdı və tələsik Viktorun yanına getdi. Viktor hələ də həmin divanda oturmuşdu. O yenə də eyni nöqtəyə baxırdı. Alya içəri girdi və bir an belə gözləmədən onun qarşısında diz çökdü. Sən niyə mənə demədin? Viktor diksindi. Bu suala hazır değildi. Nəyi? Alyanın gözləri dolmuşdu. Sənin içindəki bu fırtınanın, sənin keçmişini. Viktor sustu. Alya onun əllərindən tutdu. Onun qırıq barmaqlarına toxundu. Onun ağrısını hiss etdi. Sən sadəcə qəzəbli deyilsən, Viktor. Sən sadəcə hirsli deyilsən. Sən incimisən. Sən tək qalmısan. Viktorun nəfəsi titrədi. Sən bunu haradan bilirsən? Alya dodaqlarını sıxdı. Çünki mən səni hiss edirəm, Viktor. Mən səni anlayıram. Viktor gözlərini yumdu. Onun içində bir şey qırıldı. Alya, mən... Amma cümləsini bitirə bilmədi. Çünki Alya onu qucaqladı. O sadəcə qucaqladı. Qaranlığın içində, ağrının içində, keçmişin yükü altında o Viktoru buraxmadı. Bu sadəcə bir sevgi deyildi. Bu qəbul idi. Viktorun nəfəsi titrəyirdi. Gözlərini yumdu. Amma bu, keçmişini görməmək üçün kifayət etmirdi. Çünki onun keçmişi göz qapaqlarının arxasında yanırdı. Əli səsi boğulmuşdu. O mənim ən yaxın dostum idi. Alya gözlərini onun üzündən çəkmədi. Ona nə etdim, Viktor? Mən onu incitdim. Alya nəfəsini tutdu. Sadəcə döyüşdə yox, mən onu həmişə incitdim. Mən hər kəsi həmişə incidirəm. Biz Türkiyədə tanış olmuşduq. O Azərbaycandan gəlmişdi. Mən sadəcə axtarışda idim. Həyatımda sabit heç nə yox idi. Əli mənim ən güclü tərəfim idi.
O mənə başa düşən az adamlardan biri idi. Sonra o döyüş oldu. Mən onu yerə yıxdım. Mənim qalib gəlməyim kifayət idi, amma dayanmadım. Aylanın ürəyi sıxıldı. Mən onun qolunu sındırdım. Ona baxanda nə gördüyümü bilirsən? Ağrı yox idi, Alya. Qorxu yox idi. O sadəcə baxırdı. Sanki mən artıq onun dostu deyildim. Sanki mən o anda ölmüşdüm. Və ən pisi bilirsən nə idi? Bu təkcə onunla olmadı. Mən həmişə belə olmuşam. Hər dəfə kimisə çox sevəndə onu incidirdim. Mənim dostlarım vardı. Mən gülürdüm, içirdim, əylənirdim. Amma gecələr mən sadəcə özümə nifrət edirdim. Viktor, sən də bilirsən, Alya, mən səni incitdim. Mən səndən də uzaqlaşdım. Sən hər dəfə toxunanda qorxurdum. Bilirsən niyə? Çünki mən səni çox sevirəm. Çünki mən sənə toxunduqca bir gün səni də sındıracağımı hiss edirəm. Sən heç nəyi sındırmadın, Viktor. Sən sadəcə qırıldın. Mən bilirəm, sən hər şeyi məhv etdiyini düşünürsən. Amma sən hələ də buradasan. Sən hələ də mübarizə aparırsan. Bəs ya mən səni itirsəm? Bax, əgər bir gün hər şey dağılsa, əgər bir gün sən yenə də qəzəbə boğulsan, əgər bir gün hər şeyi itirsən, mən hələ də burada olacağam. Viktor diksindi. Niyə? Çünki sənin qaranlığın məni qorxutmur. Sən tək deyilsən, Viktor. Sən nə düşünürsən, Alya? Alya diqqətlə ona baxdı və yavaşca oturdu. Əllərini bağladı. Sənə çox yaxşı görünür. Amma içinin nələr olduğunu görürəm. Bilirəm, sən çox əzab çəkirsən, amma mən buradayam. Mən hələ də onunla mübarizə edirəm. Mənim xəstəliyim sadəcə bir bəhanə deyil, Alya. Mən bəzən özümü itirirəm, bəzən yaxşı oluram, sonra yenə qaranlıqda itirəm. Mənim içimdəki dalğalar bəzən o qədər güclü olur ki, heç özümü hiss edə bilmirəm. Viktor, sən heç vaxt zəif olmadın. Bəzi şeylər var ki, sadəcə zamanla sağlar, amma hər şey özünə doğru gəlir. Sən də bunu başa düşəcəksən. Sən mənə inandığı müddətcə mən heç vaxt tək olmayacağam. Viktor, Alya səssizcə dedi. Amma bu sözlər artıq yalnız Viktor üçün yox, onun ruhu üçün də bir müalicə idi. Viktorun dərindən nəfəs aldı. Alya ona heç nə demədən onun yanında olmaqla ən böyük müalicəni verirdi. O an içindəki bütün qorxuları bir kənara atdı və Alya ilə özünü sağalmaq üçün yol tapmağa başladı. Bəlkə də sevgidən başqa bir şey onu yaxşılaşdırmazdı. Amma bu ilk addım idi. Viktorun içindəki ağrı hələ də tamamilə keçməmişdi. Amma artıq bir şey dəyişmişdi. Alya ona bir şey vermişdi. Ümidi. Viktorun dəyişimi və ayrılıq. Bir il keçmişdi. Zaman öz axarına davam edərkən hər şey dəyişmişdi. Viktor artıq əvvəlki Viktor deyildi. O həyatını yenidən qurmuşdu, içindəki qaranlıqla barışmış, keçmişin ağır yükünü yavaş-yavaş arxasında buraxmışdı. Ailəsi ilə barışmışdı. Bəli, həmən ailəsi ilə, ata, ana və bacısı ilə. Bu hər şeyin dəyişməsinin ilk nişanı idi. Viktorun gözlərindəki işıq artıq başqa cür yanırdı. Daha əvvəlki kimi qəzəbli və qırıq deyil, sevinç dolu və sabit idi. Ailəsi ilə keçirdiyi anlar ona çox dəyərli idi. O anlar onu gerçək mənasına yaxınlaşdırmışdı. Bir gün Alya ilə bir kafedə oturmuşdular. Viktor sevinclə gözlərinə baxaraq söylədi. Alya, inanırdım ki, heç vaxt belə bir gün gəlməz. Mənim ailəmdəki o soyuqluq, o boşluq heç bitməyəcək kimi idi. Amma bilirsən, bu dəyişdi. Alya başını sallayıb bir qədər gülümsədi. Bəzən, Viktor, ən böyük döyüşlər insan öz içində gedir. Mən hər zaman bilirdim ki, sən buna qadirsən. Viktor bir neçə anlıq sükut qaldı. O anlarda yalnız Alyanın onun yanında olduğunu hiss edirdi. Bir il əvvəl onun həyatında bu qədər dəyişiklik olacağını kimsə gözləməzdi. Viktor artıq universiteti bitirmişdi və o gündən bu yana heç bir şey onu dayandıra bilməzdi. Onun dünyası dəyişmişdi. Alya isə artıq başqa bir dünyada idi. O bir şirkətdə tərcüməçi olaraq işə başlamışdı. Gözləri daha da açılmışdı. Dünyaya daha geniş baxmağa başlamışdı. Həyatında yeni bir səhifə açılmışdı. Amma bu səhifə həm də Viktorun təsiri vardı. Viktor və Alya bir-birlərinə təmkinli, amma eyni zamanda bir o qədər də təbəssümlə yaxınlaşırdılar. Hər ikisi də içindəki boşluğu tamamlamış, özlərinə yeni yollar tapmışdılar. Alya Viktorun yanında hər zaman qorxularını unudurdu. Həmçinin Viktor da Alya ilə birlikdə gələcəkdə hər şeyin çox gözəl olacağına inanmağa başlamışdı. Hər şey əvvəlki kimi mürəkkəb və qaranlıq deyildi.
Bu dəfə həyat daha aydın, daha rəngarəng idi. Bir gün Viktor Alyaya yaxınlaşıb səsindəki həyəcanı tutaraq dedi: "Səninlə birlikdə olmaq mənim həyatımın ən gözəl hissəsidir. Bir il əvvəl sənin yanımda olacağını düşünməzdim. Amma bilirsən, sən mənim həyatımda yox idin. Hər şey daha çətin idi." Alya Viktorun sözlərinə sadəcə gülümsəyərək cavab verdi: "Viktor, mən sənin həyatında əslində o vaxtdan vardım. Sadəcə bir-birimizə daha yaxınlaşmağa vaxtımız yox idi. Amma bəzən həyat gözləmədiyin anlarda səni ən dəyərli insanlara gətirir." Viktor Alya ilə gülümsəyərək əllərini bir-birinə bağladı. Bir il əvvəl bu anın içində olmaq onlara çətin idi, amma indi hər şey çox sadə və sülh dolu hiss edirdi. Onlar hər ikisi həyatda nələri itirmiş, nələri qazanmışdı, amma ən önəmlisi bir-birinə inanmış və həmişə dəstək olmuşdular. Hər birinci addım özünə inamla atılır və bu artıq onların həyatında açılmış yeni bir səhifə idi. Dünyanın işıqları daha parlaq idi. Viktorun ailəsi ilə barışması, Alyanın karyerasında yüksəlməsi və bir-birinin yanında olması bu özləri üçün bir dəyər idi. Artıq hər şey yoluna düşmüşdü. Amma ən gözəl şey iki insanın bir-birinə sadiq qalması və birlikdə həyat yolunda irəliləməsi idi. Viktor əsgərliyə getmək üçün hazırlaşırdı. Onun gözlərindəki son bir neçə gündəki həyəcan və qorxu qarışığı bəlkə də ən böyük sınağına hazır olduğunun əlaməti idi. Alya yanında durur, Viktorun hərəkətlərini izləyir, amma ürəyi parçalanırdı. Bu onların ayrılması idi. O hər zaman Viktorun yanında olmağa öyrəşmişdi, amma bu dəfə həyatda ən çətin anı yaşayacaqdılar. Evindəki son anları idi. Viktor ailəsi ilə vəda edirdi. O, atasının qarşısında dayanıb, cəmi bir neçə dəfə bəş-bəş sıxılmış əlini buraxmaqda çətinlik çəkirdi. Atası gözlərini yumub, Viktorun üzünə baxaraq dedi: "Sənə inanırıq, oğlum. Hər şey sənin üçün yaxşı olacaq. Amma bu yolda bizim də üzərimizdə əziyyətlər var. Bir daha dönəcəyini bilirik. Amma əvvəlcə getməlisən." Viktor atasının gözlərinə baxaraq hər cümlə ilə biraz daha itirdi. O, atası üçün hər zaman qorunmalı bir oğul olmuşdu. Amma bu dəfə fərqli idi. "Ata, mən geri dönəcəyəm və mən hər zaman yanınızda olacağam." Viktorun səsi titrəyirdi. Amma o ürəyini toplamağa çalışırdı. Anası ilə Viktorun yanına yaxınlaşdı və gözləri dolu olaraq danışdı. "Əzizim, bir ana olaraq sənə hər zaman huzur tapmaq istəyirəm. Amma bəzən həyatın tələbi var. Mən sənin qayğını qalacağam. Amma səndən bir istəyim var. Bu yolda hər nə olursa olsun, özünü qorumalısan." Viktor anasının sözləri ilə başını salladı. O hər şeyi necə izah edə bilərdi ki, qəlbindəki bu qarşılıqlı daha da böyümüşdü. Anasının ona son dəfə qucaq açması onu heç vaxt buraxmayacağına dair bir işarə idi. Viktor anasının qucağında başını qoydu və anası ona yavaşca sıxaraq ağlamağa başladı. Viktor da ağlayırdı. O heç vaxt belə bir an yaşamadığını hiss edirdi. Alya onların yanında dayanaraq göz yaşlarını gizlətməyə çalışırdı. O Viktorun üzünə baxdı, amma bir söz belə deyə bilmədi. Sadəcə gözləri onu izləyirdi. Və içindəki kədəri bütün varlığını bürümüşdü. Alya da bir neçə addım ataraq Viktorun yanına gəldi. Amma Viktorun ona baxmağı belə çətin idi. Alya gözləri ilə ona bir şeylər demək istəyirdi. Amma qəlbindəki sözlər ona qarşı nə demək istəsə də yetmirdi. O sadəcə Viktorun əlindən tutdu və gözlərini onda dikdi. "Viktor, mən sənə hər zaman dəstək olacağam. Mənə inan. Bu ayrılıq yalnız bir anlıqdır. Amma bu anı yaşamağa biz ikimiz də layiqik." Viktor əlini Alyanın əlinə qoydu. Amma onun baxışları biraz boş idi. O elə bil hər şeyi itirmişdi. Amma Alyanın sözləri ona biraz da olsa ümid verdi. Viktorun üzündəki kədəri ifadə artıq onun ailəsi ilə vidalaşdığı o anın içində həll olunurdu. O başını aşağı əydi və yenə də bir söz tapmadı. Buna görə Alya onu heç vaxt tərk etməyəcəyinə söz verdi. "Yola çıxmalısan, Viktor. Amma unutma, mən buradayam." Viktor başını yavaşca qaldıraraq Alyanın gözlərinə baxdı. İçindəki bütün acı yalnız Alyanın varlığında az da olsa yüngülləşmişdi. O sanki hər şeyin bitdiyini düşündü. Amma Alyanın ona olan sevgisi ona bir çıxış yolu göstərirdi. Sonra Viktor başını sallayaraq ailəsinin son dəfə baxdı və qapını açaraq evdən çıxdı. Hər bir addımı ağır, hər bir anı daha çox yüklənmişdi. Alya isə qapıdan ona baxaraq içindəki kədəri, sevgisi və ümidi qarışdıraraq Viktorun getməsini izləyirdi.
Ayrılıqdan əvvəlki son an Viktorun ailəsi ilə son görüşü, həm də yeni bir yolun başlanğıcı idi. Amma bu yolda heç nə asan olmayacaqdı. Viktor əsgərlik yolu ilə özünü tapmağa gedirdi. Amma Alya ürəyində onunla idi. Viktor son dəfə Alyaya baxarkən onun gözlərindəki kədəri, acını və həm də bir növ tərk edilmənin hissini dərindən hiss etdi. Ayrılmaq heç zaman belə ağır olmamışdı. Bütün günü bir arada keçirən, hər anını paylaşan iki insan üçün bu an sanki bütün bir həyatı geri çəkib. Sonradan yaşanacaq hər bir saniyə üçün daha böyük bir həsrət qoyurdu. Viktorun ürəyi sıxılaraq Alyanın gözlərinə bir neçə saniyə baxdı. Onun gözlərindəki ağrı və boşluq Viktorun öz ruhunu da sınayırdı. Viktor sakitcə əlini cibinə atdı və oradan qızıl bir sep çıxardı. Alya biraz çaşaraq Viktorun nə etdiyini izləyirdi. Viktor sepi yavaşca əlinə alıb Alyaya tərəf uzatdı. Bu sənindir, mənim üçün saxla. Viktorun səsi titrəyərək hər bir sözü biraz ağır gəlirdi. Gözlərindəki qərarsızlıq və ürəyindəki kədər bu sepi onun verməkdən daha çox bir şeyin yükünü hiss etdirirdi. Alya Viktorun əlində baxaraq bir neçə saniyə donub qaldı. Onun gözlərində təəccüb və eyni zamanda böyük bir həsrət vardı. O Viktorun niyə belə bir şey etdiyini anlamırdı. Amma bir şey artıq aydın olmuşdu. Viktor ona əslində çox şey vermək istəsə də hər şeyini itirmişdi. Viktor, Alyanın səsi titrəyirdi. Amma o başını aşağı salaraq sepi aldı. İçindəki bu qərarsızlıq Viktorun səsini heç vaxt unutmayacaq bir sükutun içində yayılmasına səbəb oldu. Viktorun gözlərindəki bu kədər onun keçmişi ilə bağlı böyük bir yükü daşıdığını göstərirdi. Onun ayrılığa qarşı mübarizə aparmaqdan başqa heç bir şansı yox idi. Alya bu anı içində tamamilə hiss edirdi. Viktorun ayrılıqda üzləşmək üçün nə qədər azı çəkdiyini. İlk həftələrdə o sadəcə bir əsgər idi. Adının çağırıldığı, əmrlərə tabe olan, yorğun gözlərlə səngərlərə baxan biri. Lakin zaman keçdikcə Viktorun içindəki o sönməyən alov onu digərlərindən ayırdı. Onun gözlərindəki qətiyyət, atdığı hər addımdakı inan və döyüş meydanında qorxuya meydan oxuyan duruşu onu təkcə bir əsgər deyil, bir döyüşçü etdi. Gecələr səngərdə dayananda Viktor tez-tez göy üzünə baxırdı. Ulduzlar uzaqda yanır, lakin içində başqa bir alov qaynayırdı. Alyanın ona verdiyi sözlər qulağında səslənirdi. Həyatımı dəyişən birini heç vaxt unutmaram. O unutmadı, amma unutmaqdan daha ağır bir yük vardı. Həyatın onun üzərinə qoyduğu qurbanlar. Bir gün sərhəd yaxınlığında gözlənilmədən atışma başladı. Havaya qalxan güllələr qaranlığı yırtır, torpaq titrəyirdi. Viktorun dostları yan-yana düşür, bəziləri isə bir daha ayağa qalxmırdı. O tüfəngini sıxdı, nəfəsini dərindən aldı və önə doğru atıldı. Onun üçün indi iki yol vardı. Ya bu qandan sağ çıxacaq, ya da bu torpaqda adını tarixə yazdıracaqdı. Hər atəşdə o öz içindəki qisası hiss edirdi. Bu sadəcə bir döyüş deyildi. Bu həyatdan aldığı yaraların bir əks-sədası idi. Onu düşmənə atdığı hər güllə içindəki acının ifadəsi idi. Ətrafındakı əsgərlər onun cəsarətinə təəccüblənirdi. Onun qorxusuzluğu, ölümdən belə çəkinməməsi onu digər əsgərlərdən fərqləndirirdi. Gecənin qaranlığında atışmalar səngiyəndə Viktor yerdə oturub qanlı əllərinə baxdı. İndi o bir döyüşçü idi, amma öz içində nəyisə itirdiyini hiss edirdi. İnsan bir dəfə döyüş meydanına düşəndə, geri qaydanda heç vaxt eyni adım olmur. Alya o gecə onun yuxusuna gəldi. Onun gözlərindəki kədər Viktorun ruhuna toxunurdu. Sanki o uzaqdan Viktorun dəyişdiyini hiss edirdi. Sabah oyananda Viktor təkcə bir əsgər deyildi. O artıq tarixə qanla yazılan bir döyüşçü idi. Lakin bir qanın içində nə qədər insanlıq qalmışdı. Onu yalnız zaman göstərəcəkdi. Viktorun hərbi xidmət müddəti başa çatmaq üzrə idi. Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə ləğv edilsə də, o könüllü olaraq Bundeswehrdə xidmətə başlamış və artıq 6 ayını tamamlamışdı. Hər keçən gün evə dönüşün yaxınlaşması ilə ürəyindəki həsrət daha da artırdı. Gecələr səngərində, sakitliyində, ulduzların altında dayanarkən düşüncələri uzaqlara, ailəsinə və Alyaya yönəlirdi. Onların üzlərini, səsini, gülüşlərini xatırlayır, bu xatirələrdən təsəlli tapmağa çalışırdı. Son günlərdə təxris olunma xəbəri ilə birlikdə Viktorun içində qarışıq hisslər baş qaldırdı. Bir tərəfdən evə qayıdıb sevdikləri ilə görüşmək arzusu onu sevindirirdi. Digər tərəfdə isə
Hərbi xidmətin ona qazandırdığı təcrübələr və dostluqların bitəcəyi düşüncəsi onu kədərləndirirdi. Nəhayət təxris günü gəlib çatdı. Viktor hərbi uniformasını son dəfə geyinib aynada özünə baxdı. Bu 6 ay ərzində dəyişən siması daha da yetkinləşmiş və həyatın çətinliklərinə qarşı möhkəmlənmişdi. O, uniformasını çıxarıb səliqə ilə qatladı və kənara qoydu. Bu, onun üçün bir dövrün sonu, yenisinin başlanğıcı idi. Stansiyada qatarı gözləyərkən Viktorun ürəyi həyəcanla döyünürdü. Evə, ailəsinə və Aliyaya qovuşmaq arzusu ilə dolu idi. Qatarın səsi uzaqdan eşidildikcə o dərin bir nəfəs aldı və gələcəkdə ona nələrin gözlədiyini düşünərək ümidlə irəli baxdı. Viktorun içindəki 2 fərqli aləm vardı. Birində güc, iradə və əsgərlikdə qazandığı sərtlik, digərində isə qaranlıq, yorğunluq və beynini dumanlandıran düşüncələr. O, bipolar pozğunluqla mübarizə aparmasına baxmayaraq, əsgərlik həyatını iradə ilə tamamlamışdı. Gecələrin səssizliyində, soyuq səngərlərdə o dəfələrlə bu yükün altında əzilmək üzrə olmuşdu. Lakin hər dəfə yıxılanda onu ayaqda saxlayan bir ad vardı, Aliya. O, Viktorun müalicəsi deyildi, amma onun üçün yeganə işıq idi. Geri dönən insan eyni insan olacaqmı? Viktor evə qayıtdığını bilirdi, amma içindəki qəriblilik hissi onu buraya yad bir adam kimi salırdı. Küçənin soyuq havası tərisini soyudurdu, amma onu üşüdən bu deyildi. Gözlədiyi sevinç yerinə içinə saran qaranlıq idi. Əsgərlikdən öncəki Viktor bu küçələrdə addımlayan oğlan deyildi. Bəs indi qapının o tərəfində onu gözləyən ailə eyni ailə idimi? Qapıya çatdı. Bir anlıq dayanıb nəfəsini nizamlamağa çalışdı. Açılan qapının arxasında Elena vardı. Onun gözlərində həmişəki ironiya yox idi. Baxışı yad və kədərli idi. Nəhayət qayıtdın. Viktor ona baxdı. O bacısının son dəfə yadında qalan obrazda tərs və özündən razı bir qız kimi xatırlaydı. Bəs bu qədər gözlədiyinə dəydi. Viktor səsi sakit, amma içində fırtına qoparan bir tonla çıxdı. İçəri keçdi, evin havası ağır idi. Sanki zaman burada donmuş, amma hər şey çürütmüşdü. Anası divanda oturmuşdu. Başı aşağı, sanki heç nədən xəbərsiz Viktor addımladı, amma anası ona tərəf baxmadı. Ana, Viktor, bu sənsənmi? Səsini eşidən kimi Viktorun içində nəsə qırıldı. Anasının tanış səsi, amma içindəki zəiflik, yorğunluq və itirilmiş illər onu əzirdi. Ona tərəf getdi, diz çökdü və əllərini əllərinin üstünə qoydu. Hə, mənəm ana. Anası əllərini onun üzünə qoydu. Sanki onu hiss etmədən inanmayacaqdı. Gözləri dolmuşdu, amma ağlamırdı. Göz yaşı tökmək üçün güc lazımdır. O güc isə illər öncə tükənmişdi. Biz sənin üçün çox narahat idik. Mən də, Viktor, səsi qırıq çıxdı. Çox darıxdım, ana. Gəlmisən, atasının gözü doldu. Mən bilmirəm sənə nə deyim, oğlum. Deyəcək bir şey yoxdur, ata. Viktorun səsi sərt idi. Onsuz da gecdir. Atasının gözləri doldu, amma danışmadı. Danışsa bəlkə də içində saxladıqları onu boğardı. Viktor daha çox qala bilmədi. Otaq ağır idi. Divarlar üstündə idi. Hər şey boğucu idi. Ayağa qalxdı. Anası bir dəfə də baxdı və çıxışa tərəf yönəldi. Elena qapının yanında dayanmışdı. Sən artıq buraya aid deyilsən, Viktor. Viktor bir anlıq ona baxdı. Elə mən də bunu hiss edirəm. Və çıxdı. Viktor addımlarını sürətləndirdi. Küçələr tanış idi, amma indi hər şey bulanıq idi. Əsgərlikdə çox şey görmüşdü, amma ən çətin müharibə içində olan idi. Aliya qapını açanda onun gözlərindəki həsrət, sevgi və qorxu qarışığını gördü. Onlar bir-birinə baxdılar, amma heç nə demədilər. Sözlər lazımsız idi. Mən hər gün sənin yolunu gözlədim, Viktor. Mən də hər gün sənin səsini beynimdə eşitdim. Sən dəyişmisən. Viktor dodaqlarını araladı, amma danışa bilmədi. Axı hansı sözlər onun qırılmış ruhunu ifadə edə bilərdi? Mən səni itirməkdən qorxdum. Aliyanın gözləri doldu. Sən orada idin, amma mən burada səni düşünürdüm. Səni itirə bilərdim, amma itirmədim. Mən buradayım. Aliya başını yellədi. Bəs sən özünü itirmisən, Viktor? O süstü. Çünki bu suala cavab tapa bilmirdi. Günəş batmağa yaxın idi. Qırmızımtıl rənglər şəhəri örtmüş, axşamın ilk saatları havaya qəribə bir sakitlik yaymışdı. Viktor güzgünün qarşısında dayanıb paltarın düymələrini düzəldirdi. Gərgin idi, amma bu qorxunu yox, dərin düşüncələrin gətirdiyi bir həyəcan idi. Bu gün o yalnız bir axşam yeməyinə getmirdi.
Bu gün o həyatının ən vacib sualını verəcəkdi. Alya isə heç nədən xəbərsiz restorandan gedərkən bu görüşün fərqli olduğunu hiss edirdi. Restorana satanda Viktor artıq onu gözləyirdi. O hər zamankindən fərqli görünürdü. Gözlərində qəribə bir parıltı vardı. Baxışlarında isə sanki bir sır gizlənirdi. Alya asta addımlarla ona yaxınlaşdı. Viktor isə ayağa qalxıb ona yer göstərdi. Sən bu gün qəribəsən, Viktor. Bəlkə də çünki bu adi bir axşam deyil. Alya onun gözlərinə baxdı. Orada dərin bir sevgi, bir həsrət və bir yalvarış vardı. Bilmirəm bunu necə deyim, hansı sözlərlə ifadə edim. Amma mən bilirəm ki, bu dünyada məni yaşanan bir şey varsa, o da sənsən. Alyanın ürəyi döyündü. Onun baxışları donmuşdu. Mən səninlə tanış olanda mən artıq itmişdim, Alya. Mənim üçün həyat yaşamaq yox, sadəcə davam etmək idi. Amma sən məni dünyaya qaytardın. Sən mənim üçün həyatın içindəki yeganə işıq oldun. Mən səninlə qocalmaq istəyirəm, Alya. Mən səni hər səhər ilk görən, hər gecə son toxunan insan olmaq istəyirəm. Mən səni sevirəm. Mən həmişə sevdim və həmişə sevəcəyəm. Alya, mənimlə evlənərsən? Alya nəfəsinin içindən seçdi. Hər şey sanki donmuşdu. Restorandakı səslər uzaqdan gəlirdi. Sanki dünya yalnız ikisi üçün var idi. O Viktorun gözlərinə baxdı. Orada qorxu yox idi. Yalnız sevgi, sədaqət və sonsuz bir ümid vardı. Hə, Viktor, hə. Sən həmişə mənim qurtuluşum oldun, Viktor. Viktor onun yanağını sığalladı. Bu an onların içindəki bütün savaşlar sanki sona çatdı. Onlar sadəcə iki insan idi. Hər şeydən, hər kəsdən uzaq, yalnız bir-birinə aid olan. Restoranın sakit musiqisi fon kimi çalırdı. Amma artıq heç bir səs vacib deyildi. Çünki sevginin səsi hər şeydən yüksək idi. Bu yuxu kimi gəlir, Viktor, Alya pıçıltıyla dedi. Viktor əlinə onun saçlarını keçirərək sakitcə güldü. Bəs sənin yuxuların həmişə gerçək olmur? Yalnız sən varsan, Viktor. İnanırsan, Alya başını yellədi. Bəzən inanmaq üçün hiss etmək lazımdır. Onda hiss et. Alya gözlərini yumdu. Növbəti saniyə Viktorun dodaqları onun dodaqlarına toxundu. Bu öpüş yalnız sevginin, həsrətin, ümidin öpüşü deyildi. Bu iki ruhun birləşməsi idi. Onların arasında zaman yox idi. Heç bir keçmiş və gələcək yox idi. Sadəcə indi vardı. Onlar öpüşdən ayrıldıqda Alya gözlərini açdı. Viktorun gözləri biraz da yumuşalmışdı. Dodaqlarında həzin bir gülümsəmə vardı. Sən mənim hər şeyimsən, Alya. Alya gülümsədi. Sən də mənim, Viktor. Viktor onun əlini tutdu və sakitcə pıçıldadı. Gecə hələ bitməyib. Gəl bu anı uzadaq. Onlar küçədə bir müddət səssizcə yeridilər. Bəzən sözlər artıqdır. Bəzən sadəcə birlikdə olmaq kifayətdir. Və o gecə onların gecəsi idi. Sehirli, sonsuz və yalnız onlara aid. Gecə sükunətli idi. Amma bu sakitlik Viktorun içindəki qarışıq fikirlərin qarşısını ala bilmirdi. Alyanı evinə ötürərkən onun əlini bir an belə buraxmadı. Sabah ailəmə deyəcəm, Viktor. Alya gözlərini yolun işıqlarını dikərək astaca pıçıldadı. Mən də. Sabah görüşəcəyik. Ertəsi gün Viktor evdə idi. Mətbəx anası çay süzürdü, amma onun hərəkətləri qeyri-adi dərəcədə sakit idi. Viktor oturdu, sözləri ağlında hazırladı, amma onları səsləndirmək daha çətin idi. Ana, mən Alya ilə evlənirəm. Çay qaşığının fincana toxunuşu dayandı. Anası başını qaldırıb ona baxdı. Evlənirsən? Bəli. Viktor, səncə evlilik yalnız sevgi ilə mümkündür? Sevgi varsa hər şey mümkündür. Bəs pul, iş, gələcək. Səncə bir insan tərsi sevgi ilə ailəsini dolandıra bilər? Mən iş tapacağım, ana. Mən hər şey edəcəyim. O zaman əvvəlcə tap, sonra ailə qur. Ana, mən Alya ilə evlənirəm. Mən ona boş vədlər yox, özümü verirəm. Bunu düşün, oğlum. Evlilik yalnız iki insan deyil, iki həyatın birləşməsidir. Bu yalnız romantika deyil. Bu bir məsuliyyətdir. Viktor cavab vermədən otağı tərk etdi. O bilirdi, bəzən doğru olanı etmək, asan olanı etmək də demək deyildi. Alya nəfəs aldı. Xala, mən evlənirəm Viktorla. Viktor yaxşı oğlandır, amma yaxşı olmaq kifayət deyil, Alya. Nə demək istəyirsən? Xalası ona baxdı. Mən səni böyütdüm, sənin necə güclü olduğunu bilirəm. Amma evlilik hər şeyi dəyişdirir, qızım. Sevgi həmişə çiçək kimi açmır. Bəzən fırtınalar olur, bəzən susuzluq olur və sən hər şeyə hazır olmalısan. Alya başını aşağı saldı. Mən onu sevirəm, xala. Mən bilirəm, amma bir şeyi də bil.
Sevgi insanı gücləndirə bilər, amma zəiflədə də bilər. Oğlanın ailəsi necədir? Onun gələcəyi necədir? O səni sabah qoruya biləcəkmi? Bütün bu suallara cavab ver. Alya gözlərini yumdu. Mən Viktorun yanında özümü tam hiss edirəm. O mənim hər şeyimdir. Xalası başını yellədi. O zaman dua et ki, o hər şeyini itirməsin. Çünki bəzi insanlar içlərindəki savaşı uduzduqda sevdiklərini də özü ilə birlikdə itirirlər. Alya dodaqlarını dişlədi. Bu sözlər bir qılınc kimi onun ürəyinə toxundu. Amma o bilirdi, Viktor dəyişmişdi. O qırılmışdı, amma yenidən doğulmuşdu. Bəs həqiqətən hər şeyə hazır idilərmi? Səhər şəhərin üzərinə ağır duman kimi çökən sakitlik başladı. Viktor əlində diplomu universitetin qapısında son dəfə keçirdi. Bu kağız parçası onun yalnız 5 illik əziyyətinin yox, həm də illərlə özünü tapmaq uğrunda apardığı mübarizənin sübutu idi. O bu diplomu sadəcə qazanmaq üçün almamışdı, o bir həyat qurmaq üçün əldə etmişdi. Həmin gün Viktor bir iş görüşməsinə getdi. Müsahibə otağında ona baxan ciddi gözlər, masanın üstündəki ağır qanun kitabları və hər kəlmənin çəkisinin hiss olunduğu atmosfer, hər şey onun üçün bir imtahan idi. Lakin o artıq sınanmışdı. Həyatın ən çətin sınaqlarından keçmişdi. Əsgərlik, ailə problemləri, yoxsulluq, itkilər, heç biri onu sındıra bilməmişdi. Müsahibəni uğurla başa vurdu. O indi vəkil idi. Özü üçün, Alya üçün, gələcəyi üçün yeni bir səhifə açılmışdı. Aylar keçdi. Hər səhər Viktor erkən qalxıb işə gedir, hər axşam isə yorğun bədənini kirayə götürdüyü yeni evin divarlarına söykəyirdi. Amma bu yorğunluq ona ağır gəlmirdi. Əksinə, bu bir yuvanı qurmaq üçün çəkilən gözəl bir yorğunluq idi. Ev kiçik idi, amma işıqlı. Alya ilk dəfə içəri girəndə Viktor onun gözlərindəki parıltını gördü. Buranı bizim ilk evimizdir, Viktor. O otaqlar baxaraq, barmaqlarını divarlara toxuduraraq fısıltı ilə danışırdı. Sanki gələcəyin xəyallarını bu divarlar həkk edirdi. Viktor onun arxasından gəlib qucaqladı. Hələ rəsmi olaraq deyil, Alya, amma tezliklə bu ev həqiqətən bizim olacaq. Alya başını çiyninə söykədi. Səncə xoşbəxt olacaq? Viktor onun üzünə baxdı. Əllərini qaldırıb yanaqlarına toxundu. Mən sənə söz verirəm. Bu ev sevginin sığınacağı olacaq. Sən heç vaxt soyuq hiss etməyəcəksən. Alya gülümsədi. Mən səninlə heç vaxt üşümədim, Viktor. Toy hazırlıqları başlayanda hər şey biraz da real hiss olunmağa başladı. Davamlı görüşlər, geyim seçimləri, dəvətnamələr. Viktor bəzən düşünürdü bu həqiqətən də baş verirdi. O həqiqətən Alya ilə ailə qurmağa hazır idi. Amma hər dəfə Alyanın gözlərinə baxanda bütün şübhələr yox olurdu. O bilirdi, bu onun ən doğru seçimi idi. Lakin bu yol asan değildi. Ailələr hələ də öz şübhələrini tam itirməmişdi. Anası onun iş tapmasını görüb rahatlaşsa da hələ də tez-tez deyirdi. İndi vəkilsən, amma həyat həmişə bu cür düz xətli deyil, oğlum. Bir gün çətinliklə üzləşsən, tək başına qaldığında sevgi yetərli olacaqmı? Viktor bu sözlərə cavab vermirdi. Bəlkə də heç bir cavab yetərli olmazdı. Çünki bəzi sualların cavabı yalnız zamanla verilirdi. Alya da eyni suallarla qarşılaşırdı. Xalası həmişəki kimi onu qorumaq istəyirdi. Sən bu sevgiyə inanırsan, Alya. Mən isə sənə inanıram. Amma unutma, həyat həmişə nağıl deyil. Sevgini qorumaq üçün çox şeyə dözmək lazım olacaq. Sən buna hazırsan? Alya dərindən bir nəfəs aldı. Bəli, xala, mən buna hazıram. Çünki sevgi sadəcə gözəl günlərdə əl-ələ tutub gəzmək deyil. Sevgi çətin anlarda belə bir-birinə arxa olmaq idi. Viktor və Alya bunu bilirdi. Onlar mübarizə aparmış, sevgi üçün döyüşmüşdülər. İndi isə həyatın yeni səhifəsinə keçmək üçün hazır idilər. Onların toyu yaxınlaşırdı, amma bu sadəcə bir mərasim deyildi. Bu onların sevgisinin rəsmi möhürlə təsdiqlənəcəyi gün idi və o anlar o günə doğru addımlayırdılar. Bir-birlərinin əllərini heç buraxmadan toy günü yaxınlaşırdı. Evdə həyəcanlı hazırlıqlar gedirdi. Lakin Viktorun xəbəri olmayan bir kabus onun ən sevincli anına doğru addım-addım yaxınlaşırdı. Atası səhər tezdən evdən çıxdı. Güya ki mağazaya gedirdi. Amma bu adi bir gediş değildi. Küçənin kənarında dar bir alanda onu gözləyirdilər. Birdən 2 nəfər onun çiyninə tutub divara sıxdı. Adamların üzləri sərt və amansız idi. Onlardan biri siqaretini yerə atıb, ayağı ilə əzdi. Sonra atasının qarnına bərk bir yumruq ilişdirdi. Borcu deməyin vaxtıdır, qoca.
Atası ağrıdan 2 qat olub nəfəsini tutdu, amma gülməyə çalışdı. O qədər də tələsik olmayın uşaqlar, pul gələcək. Adamların biri onun yaxasından yapışıb başını divara çıxdı. Gələcək? Haradan gələcək? Yoxsa yenə oğlunun həyatını qumarda satmağa hazırsan? Atası titrəyən əllərini cibinə apardı. Sanki nəsə çıxarmaq istəyirdi, amma adam onun qolunu sıxıb daha bir yumruq vurdu. Bax, qoca, eşit. Sən qumarda təkcə öz şərəfini yox, oğlunun həyatını da itirmisən. Borcunu ödəməsən, oğlunun toy gününü matəmə çevirəcəyi. Bu son xəbərdarlıqdır. Atası gözlərini sıxdı. Ağrıdan başı hərləndi, amma hələ də bir ümidlə gülümsəməyə çalışdı. Siz bunu etməzsiniz. Adamlar ona soyuq gözlərlə baxdılar. Biri alnına barmağını qoyub astaca pıçıldadı. Bunu etmək bizim üçün kart oynamaq qədər asandır. Səncə biz zarafat edirik? Sonra onu sərt şəkildə buraxıb uzaqlaşdılar. Atası divara söykənərək ağır nəfəs aldı. O illərdir qumarın bataqlığından çırpınırdı. Pul üçün, ehtiras üçün, həyəcan üçün, amma bu dəfə itirdiyi təkcə pul deyildi. Bu dəfə onun qumarda qoyduğu mərd öz oğlunun həyatı olmuşdu. Oğlunun toy günü. Qan içində qala bilərdi. İndi isə bir seçim qarşısında idi. Ya bu borcu ödəyəcəkdi, ya da oğlunun ən xoşbəxt günü ölüm xəbəri ilə tamamlanacaqdı. Viktor bundan hələ xəbərsiz idi. Amma reallıq çoxdan onun qapısını döyməyə hazırlaşırdı. Toyun ən sevincli anında Viktor və Alya zalda əl-ələ tutaraq həyatlarının ən gözəl anlarını yaşamağa başlamışdılar. Hər şey öz axarında gedirdi. İnsanlar gülümsəyir. Viktor və Alya isə bir-birlərinə ən gözəl andan sevgi dolu bir gələcəkdən danışırdılar. Viktor gözlərindəki sevgi ilə Alyanın üzünə baxaraq hər şeyin mükəmməl olacağına inanırdı. Amma bu anın içində nə qədər də gözəl də olsa, bir facianın başlanğıcı olduğunu heç kim hiss etmirdi. Toyun müğənnisi Viktor və Alyanın sevdikləri mahnını oxuyurdu. O an Alya Viktorun əlini sıxaraq onu özünə tərəf çəkdi. Bir neçə addım atdılar, alqışlar eşidilirdi. Amma Alya birdən arxada qeyri-adi bir hərəkət gördü. Onun ürəyi sıxıldı. Viktorun arxasında bir adam silahı ilə onlara yaxınlaşırdı. Silahın parıltısı Viktorun gözlərinə düşdü. Alya hiss edirdi ki, bir şeylər səhv gedir. Alya, Viktor dayan, arxanda. Viktor heç nə anlamadan dönməyə başlamışdı, amma Alya onu itələyərək kənara çəkdi. O anda birinci güllə havada parladı və Alyanın qarnına dəymişdi. Alya çox ağırsız olsa da özünü qorumağa çalışaraq Viktorun yanına yuvarlandı. Hər şey o qədər sürətlə baş verdi ki, Viktor təəccüblə yerə yıxılan Alyanı gördü. Viktor, Alya gözlərini açaraq zəifcə, Viktor, mən yaxşıyam. Sadəcə bir neçə dəqiqə dayan, mən hələ səninləyəm. Viktor dərhal yerə düşərək Alyanın əllərini tutdu. Onun qanını görəndə ürəyi parçalanırdı. O Alyanın üzünə baxaraq gözlərindəki təlaşı, qorxunu gördü. Viktor, Alya, səni itirə bilmərəm. Alya, Viktor, sən mənim ən böyük hədiyyəmsən. Amma Viktor, sən mənim həyatımda ən gözəl şeysən. Amma artıq sonu. Viktor başını əyərək hıçqırıqla onu qucaqlamağa çalışdı. Qanın bir damlası belə qalmamışdı. Alya gözlərini Viktorun üzünə baxaraq son dəfə açdı və üzüyünü əlinə alaraq ona tutdu. Alya, sənə son bir şey deyirəm, Viktor. Bu üzüyü heç vaxt çıxartma. Alya son nəfəsini verərkən Viktor gözlərindəki bütün kədəri itkiyi hiss edirdi. O Alyanın əlini sıxaraq gözlərində son ümidini axtarırdı. Amma artıq heç nə qalmamışdı. Alya o toy günündə ən gözəl həyatını yaşayacağına inandığı, amma bütün həyatını sona çatdıran bir qəribə səssizliyə qərq olmuşdu. Viktor, Alya, xahiş edirəm qal. Mən sənsiz heç nə görmək istəmirəm. Mən yalvarıram. Toy gecəsinin dramı ilə hələ də Viktorun beynində sanki bir kabus kimi dönürdü. Alyanın üzündəki son təbəssüm, onun əlindəki üzük bu anların içində bir ömür boyu daşıyacağı izlər kimi qalırdı. Viktorun ruhu sanki parçalara ayrılmışdı. Hər şeyin ardında qalan bu boşluq o qədər ağır və dərin idi ki, Viktor bir an belə gözlərini ondan ayırmağa cəsarət edə bilmirdi. Onun yanında Alya artıq yoxdu, heç vaxt olmayacaqdı. İnsanlar, adət-ənənələr, toyun parıltılı gecəsi, bütün bunlar artıq mənasız idi.
Hər şey bir anda bir fırtına kimi dağıldı. Viktorun başına yavaşca əyərək Aliyanın məzarına doğru yollandı. Onun ardınca getmək istəyirdi. Amma hər addımda içindəki boşluq, vicdanı, cəhənnəm əzabı onu sıxırdı. Viktor öz-özünə səssizcə, Niyə məni tərk etdin, Alya? Mənə qayıt, sənsiz nə edəcəyimi bilmirəm. Viktor hər addımda daha çox itirdi. O, Alyanın qətlindən sonra bir daha heç bir şeyin əvvəlki kimi olmayacağını hiss edirdi. Həyatın ona verdiyi bu ən acı dərs təkcə ölümlə bitmirdi. Həyatını, ailəsini, sevgisini itirərək daha da çürüyən bir ruha çevrilirdi. Eyni vaxtda Viktorun atasının şərəfsizliyi ona bir oğlu olaraq öz həyatını qorumaq üçün satması da Viktorun içindəki yaraları daha da dərin çəkirdi. Onun atasının əlləri öz oğlunun toyunda ölümü bir alət olaraq istifadə etməsi Viktorun həqiqətən necə xəyanət edildiyini gözlərində daha da aydın görməsinə səbəb olmuşdu. Viktor gözləri yaşla dolaraq, atam, sən məni necə satdın? Nə üçün bu qədər özünü aşağı düşürdün ki, məni belə bir həyatı yaşamağa məhkum etdikdən sonra özünü qurtara bilərdin? Viktorun atası ilə aralarındakı boşluq artıq geri dönülməz bir hala gəlmişdi. Bu boşluq nə qədər bağlanarsa bağlansın, heç vaxt əvvəlki kimi olmayacaqdı. Viktor üzünü ağrı ilə şəkildə çevirərək Alyanın məzarına yaxınlaşdı. Viktor ağlaya-ağlaya Alyanın məzarına baxaraq, sənə and olsun, Alya, mən sənə söz verirəm ki, bu şərəfsizlərdən, bu həyatdan qisasını alacağam. Sənə qarşı olan hər bir haqsızlığı, hər bir səhvi, hər bir yalana qarşı mən haqqımı tələb edəcəyəm. Viktor məzarın üstünə başını qoydu. Bütün bədənini əzab sərxoşu edən, yaraların dibinə qədər toxunan bir ağrı sardı. O içindəki bu qarışıqlığı, qəzəbi, kədəri, bütün ürəyini dolmuş qorxuları məzara yavaşca boşaldı. O, Alya üçün hər şeyin bitdiyini düşündükcə, içindəki ağrı o qədər şiddətlənirdi ki, artıq həyatını necə davam edəcəyini düşünə bilmirdi. Lakin Viktorun içində qəzəb və qisas arzusunun nəhayət hər şeyə hakim olacağını anlamağa başlamışdı. Alyanın ruhu ilə vidalaşaraq, o, ona vəd etdiyi hər bir sözün arxasında duraraq həyatda daha bir addım atmağa hazırlaşırdı. Bu addım heç bir zaman geriyə getməyəcəkdi. Viktor Alyanın məzarına son bir dəfə baxaraq, gözlərində yaşlarını silmədən geri döndü. Alya hər zaman onun üçün sadəcə bir sevgi deyildi. O, bir ümid, bir gələcək idi. İndi hər şey itirilmişdi. Lakin Viktor bu acına dərin itələyərək o itirilənləri geri almaq üçün yola çıxacaqdı. Bu dünya mənim ayaqlarımın altındadır. Əgər sevdiyimi məndən almışlarsa, indi hər şey onlardan alınacaq. Alya, sən mənim həyatımda bir ilham idin. Amma indi sənə söz verirəm ki, hər bir haqsızlığı, səni öldürənlərə və mənə edilənlərə qarşı qisasımı alacağam. Bir neçə gün sonra Viktor bir qətiyyətlə evinə gəldi. O artıq dəyişmişdi. İçindəki güc və qəzəb onu daha da sərt etmişdi. Həyatına yeni bir yön vermək istəyirdi. Lakin bu yön heç də əvvəllər olduğu kimi sadə olmayacaqdı. O, əlini pencəyin cibinə salaraq bir şəkil çıxardı. Bu şəkil Alyanın ona son çəkilən fotosu idi. Viktor onu hər zaman yanına daşıyırdı. Çünki o hələ də onun hər anında idi. Viktor, sənə heç vaxt unudulmayacaqsın, Alya. Hər addımımda, hər mübarizəmdə sən mənimlə olacaqsın. Bu dünyada bizimlə qalacaq bircə şey var, qisas. Viktor bir neçə gün sonra öz həyatını, öz məqsədini və Alyanın xatirəsini yaşatmaq üçün yeni bir həyat qurmağa başladı. Lakin bu həyat heç bir zaman əvvəlki kimi sadə olmayacaqdı. Onun qarşısında yeni bir döyüş vardı. Viktor artıq hazır idi. Bu dəfə yalnız qisas almağa deyil, həm də öz ruhunun, öz sevginin və Alyanın xatirəsinə hər bir əvəzini çıxmağa çalışacaqdı. O, Alyanın sonsuza qədər yaşaması üçün mübarizə aparacaqdı. Almaniyanın paytaxtında qaranlıq gecənin sükutunun təkcə polis maşınlarının səsləri pozurdu. Berlin polis idarəsinin soyuq divarları arasında Viktor von Brune donuq gözlərlə qarşısında dayanan müstəndiqi dinləyirdi. O, hələ də Alyanın ölümünü qəbul edə bilmirdi. Ürəyindəki ağrı, qəzəb və nifrət bir-birinə qarışmışdı. Müstəndiq ağır bir nəfəs aldı və masaya bir sənəd qoydu. Cənab von Brune, sizin atanız Yaman von Brune uzun illərdir mafiyaya borcluymuş. Borcunu ödəyə bilmədiyinə görə onların hədəfi olub. Toy günü baş verən hadisə isə sadəcə bir mesaj idi.
Yəni deyirsiniz ki, Alyanı onun borclarına görə öldürüblər? Mən bunu bilirdim. Müstəntiq gözlərini qaçırtdı. Sanki həqiqət artıq çoxdan açıq idi. Viktor ayağa qalxdı, sulu yerə düşdü. Divara çırpılmış kimi hiss etdi özünü. Alyanın qanı atasının borclarına görə axmışdı. Həmin gecə Viktor atasını sonuncu dəfə görmək üçün evə qayıtdı. Otaqdan səs-küylər gəlirdi. Anası göz yaşları içində oturmuşdu. Atası isə divanın küncündə başını aşağı salıb susmuşdu. Polis məmurlarını onu aparmaq üçün gözləyirdilər. Viktor içəri daxil olan kimi atasına doğru irəlilədi. Mənə bax, Yaman, mənə bax. Viktorun səsi evin divarlarını titrətdi. Atası yavaş-yavaş başını qaldırdı. Yorğun, günahkar, amma hələ də susqun idi. Alya öldü. Mənim Alyam, mənim sevdam. Sənə görə ata, sənin borclarına görə, sənin çürük xarakterinə görə. Anası qışqırdı. Viktor, xahiş edirəm, bəsdir artıq. Bilirdin, ana. Anası ağlayaraq başını yellədi. Mən sadəcə düşünmürdüm ki, bu qədər ciddi olar. Viktor ona bir kəlmə də belə demədi. Artıq danışmağın mənası yox idi. Anam, sənə əmanətdir. Mən gedirəm. Arda bir şey demək istədi, amma Viktor artıq pilləkənlərdən düşməyə başlamışdı. Çoxdan bir qərar vermişdi. Son dəfə telefona baxdı. Ekranda Alyanın gülümsəyən şəkli var idi. Mən qayıdacağam, Alya. Mən onları tapacağam. Mən səni yaşadacağam. Sonra addımladı təyyarəyə doğru qisasın soyuq qanunlarını yazmağa. Viktor Meksikaya gəldikdən sonra hər şeyin asanlaşacağını düşünmüşdü. Ancaq çox keçmədən reallıq onunla üzləşdi. Alyanın qatilləri tapılmamışdı. Onun ölümünün arxasında duran sir bir yerdə itirilmişdi. Viktor üçün bu ölənə qədər də izini sürəcəyi bir gizli labirint başqa bir şey değildi. Alyanın qatilləri tapılmadı. Yalnız soyuq izlər və müəmmalı sübutlar qaldı. Bu sözlər Viktorun beynində o qədər dövr etdi ki, sanki bütün dünyası başına çöktü. Sanki heç bir şey qalmamışdı, heç bir ümid, heç bir sevgi, heç bir məqsəd.